Mən hələ də The Raid filminə baxmamışam. Bu günsə baxmaq vaxtıdır. Hər iki bölümə baxdım, gəldim. Çox bəyəndim hər ikisini. Baxın, ayın 11-i birinci bölümə baxmışam. Verdiyim xalda nə qədər bəyəndiyimi anlaya bilərsiniz. 4,5. İkinci bölümdə o da 4,5. Filmdəki döyüş səhnələri həddindən artıq çox realdır. Çox ləzzət elədi, yəni. Bir döyüş bitir, digəri başlayır, bu bitir, başqası gəlir. Mükəmməldir. Dialoqları biraz azdır, amma yenə də filmi sevməyimə mane olmadı bu. Çünki həqiqətən 1 qram olsun belə sıxmadı məni. Filmdəki aktyor üçün də söz yox. Yəni, bu ayrı məsələ. Hekayə cəhətdən biraz tam öyle dərin bir hekayəsi yoxdur, amma həqiqətən aksiyon səhnəsi nəyə desən dəyir. Əgər aranızda baxmayan varsa, bunu John Wick'in biraz daha reala yaxın versiyası kimi düşünə bilərsiniz. Yəni hətta John Wick filmi bu filmdən ilhamlanaraq çəkilib. Nəysə, bir sözlə çox bəyəndim filmi, mükəmməl idi. Bir də bir şey demək yadımdan çıxdı. Iko Uwaisin sürətinə heyran oldum.